7 il gözləyirdiniz. Bax bu balaca nöqtəyə görə gözləyirdiniz. Burada balaca bir nöqtə görmüşdük. Sən də bax. Bu balaca nöqtəni cəmi 4 dəqiqə çəkən əməliyyatla bitirdik. Allah şükürlər olsun. Allah razı olsun. Göydə Allah yerdəsiz. Siz sağ olun. Deməli 9-cu ayda əməliyyat elədik. Bugün 11-ci ayın noyabrın 4-üdür. Yanınızda da aşılamanı danışıb. Bəli. Bizim evdə sıxıntımız oldu. Dedi Bəli. qalsın o bir aya. Yoldaşıma dedim yaxın ərazidə Rusiya düşün. Doktora gedəndə deyim bu dərmanı düşün. Mən bu vəziyyət almışam. Bəli. Getdim ki, o dedi ki, folikul dala soğudulur. Gəldim dağıtdım idi. Allah'a yalvarım, bugün olum, səhər olum ki, mən doktora gedim ki, mən hep o kağızlarım. Ona görə də folikul ölçümü, ay nə bilim, sarı cisim görüldü, görülmədi. Bunların bir anlamı yoxdur. Xəstə hamilə gəlib bizə. Artıq 7 ildən sonra uşaqlığın içindəki qüsur aradan qalxdı. Xəstəmiz öz başına hamilə oldu. Özət bu yəni. Çox uzatmağın adı yoxdur. Sadəcə bax o 7 il gözləməmək lazımdır belə şeylərə görə. Yəni balaca bir məsələ idi, balaca bir həll idi. Bunun üçün 7 il gözləyəndə sizdən gedir o 7 il. O problem budur. Deyilməyibdə doktor bizə. Heç kim üçün nə deyiblərsə hamısını sizin də yəni nə dediniz elədik. Deyilməyib o bizə. İnşallah. Xeyirli uğurlu olsun, şərri olsun.